Bu Bərkizada qədər görə bilərsən, o çayın o yüzünü açır. Necədir şəraitimiz? Şəraitimiz biraz qorxulu vəziyyətdədir. Ən və biz bu kəndi tərk eləmək istəmirik. İstəyirik ki, bu kənddə yaşayaq, bu torpağa batırılaq. Bu torpaqda böyümüşük, bu torpaqda doğulmuşuq, bu torpaqda da ölək, bu torpağa da batırılaq. Özümüz də burada dinç yaşayaq, dinç yaşayaq. Müharibə istəmirik, dava istəmirik. Biz frontu görmüşük. O devlət müharibəsinə nə var idi? Yönə bir gedirdik. Gedən getdi, qalan qaldı, qaydan qaldı. Bu çox çətin şeydir. Buna bir o xaricilərə deyil, nə bilim, kimə lazımdır ona demək lazımdır ki, bizə bir şərait düzəlsin. Yalnız bizə bir şərait düzəlsin, biz yerimizdə dinç işləyək, özümüz qazanaq, özümüz yeyək, özümüz dolanaq, bu böhrəndən qutaraq, bu quldurların əlindən qutaraq. Necə oldu ki, bu 6 nəfəri götürdülər bunlar? Nəfər oldu. Sizcə sizin fikriniz var, niyə axı? Biz arxaya düşmüşük. Heç bir vaxt Tutulanın anasıyam. Bəli. Tutulanın anasıyam, biri də mənim yoldaşımdır. Bəli. Bəli, bir şirin qurban olun sizə. 3 oğlumu, bir də yoldaşım, 2 nəfər də traktorisi aparıblar. Öz sahəmizdə, öz torpağımızda gedib ki, məhsil beceri, öz ailəsini, öz uşağını dolandıraq. Böyürdən çıxıb erməni, ateş açıb qabağına salıb götürüb aparıb gedibdir. İndi mən də sizdən kömək diləyirəm ki, mənim ailəmi, mənim uşağımı, mənim yoldaşımı xahiş edirəm ki, geri qaytarasınız. Əgər bu gedib, erməninin torpağında işləyib, erməninin torpağında oğurluq edib, gedibsə, hamı desin ki, gedibdir. Bu, öz torpağından gedibdir. Biz vətənimizi buraxmayacaq, biz torpağımızı buraxmayacaq, biz öz torpağımızda çalışmalıyıq. Biz getsək də heç bir yerə sığışası deyilik. Biz istəyirik ki, öz torpağımızda çalışaq, özümüz əkək, özümüz becərək, özümüz də qəşəng yaşayaq, firavan yaşayaq. O cavanlarımız xoşbaxt yaşasın, firavan yaşasınlar. Biz müharibə istəmirik. Biz istəyirik ki, indiyənə qədər necə ki, o gavurlarla biz nətər ki, rahat yaşamışıq, indən belə də rahat yaşamaq istəyirik. Bacı, bəs belə ola bilər ki, məsəl üçün bu kəndin cəmaatı, aşığı mən təəccüb qaldım ki, gəldim, görürəm ki, bu, necə deyim, erməni ilə üzböyüsüz də elə, necə deyim, bir 100 metrədə, 200 metrə vermədə, amma kəndin cəmaatı nəinki hamısı yerindədir, elə başqa bir yerlərdən də qovma qrəbələr gəlib, kətdədir indi. Sizcə, belə birdən bir şey olsa bu kəndi atıb gedə bilər, belə... Biz burada ölməliyik. Onları biz saxlamışıq. Müharibə vaxtı bizim çörəyimiz buraya, buradan da yuxarı Biz torpaqda ölməliyik, biz torpağımızı bıraxıb, heç bir yerə getməyəcəyik. Siz bizdədir, 2 nəfər bizdədir. İndi kətdə saxlayırlar, rayonda saxlayırlar. 2 nəfər, əmə deyir, güya o 4 nəfərini yer. Yaxşı, tutalım, qoy 5 gün saxlasın. Qala kəndin milisəsində. 10 gün saxlasın, 20 gün saxlasın, 1 ay saxlasın. Bütün bu sahə boş qalmalıdır. Bunu fikirləşmirəm. Ona görə mən arxayla. Mənim balamı danışır, onlara qansızlıq eləməsə mən köpəkliyəm. Rast ki, bilirlər, ölmədir. Bu nə deməkdir? O sahədə bir nəfər işləməyəcək onu. O an bizim, bu an axırında tədbir oldu. Ona görə heç nə əziyyət çəkib o kəndə getməli, döyüləm, nə falan. Düzdür, Talpanda yaratmır, təhlükət eləməli falan da. Onların hamısı budur, yerdə boş qalacaq hamısı. O tərəfdən oraya kəsəcəm tramvayı. Qorxusundan gəlir. O anada bu. Ballı qayədən kəsəcəm qabağını, öldü ondan da. O yol əlimdədir, bax. Görmüdür, hələ tərpənəcəksən. Axırıncı tədbir oldu. Getdi. Ona görə mən arxayla. Bilirəm ki, iş tezi bu ikisini verəcək, 3-4 gündə anır, biraz nervi ilə oynayırlar. Həm də ki, asılı vəziyyətdə saxlayırlar. Asılı vəziyyətdə saxlamaq istəyirlər. Asılı vəziyyətdə. Yəni, burun olanın, yəni, uşaqlara görə... Biz asılı olaq, asılı olaq. Biz də olacaq, necə olaq, biz də bilirik, nə alacaq. Siz danışdınız səhər olanla? Danışdım, bəli. Nə dedilər? O saat ona demişdilər. Sərhəd qoşunlarının komandiri var, podpolkovnik Avakyan. Onunla danışdıq, biraz gec gəldi, deyir ki, gəlib çıxa bilmədim. Danışdıq, deyir ki, cəmaatın əlindədir, ala bilmirik, gücümüz çatmır. Saat 2-yə ondan görüş təyin elədik bizim ərazidə. Köhnə qışlaqla Paravakarın arasındakı ərazidə görüş təyin eləmişik. Onlar da gələcəklər, rayon rəhbərləri, biz də gələcəyik. Görək, danışıb ala bilirikmi? Hələlik bu oyun olmur. 2 nəfəri burada deyir, 4 nəfəri göyə Yerevana aparıblar. Orada da hardadır güya bilmirlər. İnandırıcı deyil o. Bunların kəndin qoçusu deyim, kimi deyim, Rubik adlı biri var, həmişə buralarda olur. Onunla da danışdım, o da belə izah edir. Deyir ki,
Mən yenə gedəcəm Yerevana, gedib çalışım, öyrənim, görüm ala bilirəmmi, qaytara bilirəmmi. Bizim kəndlə Moses güya bu kəndlər gedib Moseslə, Bertlə dalaşır ki, Akstafanın ərazisindən niyə adam aparıqsız qaytarın. Bunların ümidi ona gəlir ki, güya bu cəmaat kömək edəcək, onlar bizim adamları alıb verəcəklər. Bunların da bu dediklərinə adam biraz az inardı. O qədər bunlar bu 5 ildə bizi aldadıblar ki, 5 ildir görüşmüşük, görüşən kimi atışma başlayıb, görüşmüşük, görüşən kimi atışma başlayıb. Biz danışmışıq, atışmanı dayandıraq, həmin gecə atışma başqa gecələrdən şiddətli olur. Sözlərinə inanmırıq, görə indi yenə danışmalıyıq da ayrılacımız yox, alt adamımız var onların da. Çox sağ olsun.